Dünən Oğuz rayonunda baş vermiş dəhşətli yol nəqliyyat hadisəsi nəticəsində 21 yaşlı Rəvan Ağasəfoğlu Mirzəyev həlak olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, saat 20:30 radələrində Nihad Namiq oğlu Əlizadə BMW markalı avtomobildə yaşadığı Oğuz rayonu Padar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşaraq yanmağa başlayıb. Yaxınlıqdakı şəxslərin də köməyi ilə sürücü tez avtomobildən çıxarılıb, lakin ön oturacaqda sıxılaraq qalan Rəvanı dərhal çıxarmaq mümkün olmayıb və nəqliyyat vasitəsi alışaraq yanmağa başlayıb. Nəticədə Rəvan hadisə yerindəcə yanaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Beyləqan rayonunun 1-ci Şahsevən kəndində Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşları 1999-cu il təvəllüdlü Ülvi Barizoğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Barizoğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elmanoğlu Səfərov ağır qəzaya düşüblər. Məlumata görə onlar nişan mərasimindən qayıdırmışlar. Dərhal hər üçü rayon mərkəzi xəstəxanasına yerləşdirilib, onlara çoxsaylı travma diaqnozu qoyulub. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq qardaşlardan biri Elvin Həşimovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Goranboyda isə 2 yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, Lada Priora markalı avtomobil şəhər sakinləri 2013-cü il təvəllüdlü Nuray Həsənova və 2011-ci il təvəllüdlü Fidan Qasımovanı vurub. Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onların vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma tədbirləri aparılır.